Münafiq kimlərə deyilir? Münafiq iki cürdür. Əqidədə nifaq var, etiqadi nifaq. Məsələn, zahirən müsəlman kimi özünü aparır, amma həqiqətdə isə iman gətirməyib. Qəlbən iman gətirməyib. Quranda bir ayə var, Bəqərə surəsinin ilk ayələrində deyir, yu'minuna bil qeyb, qeybə iman gətirənlər. O üç cür təfsir ediblər. Bir təfsir budur ki, yu'minuna bil qeyb, qeybdən məsələn görünməyəndə, aləmin görünməyən tərəfləri var. Məsələn, qiyamət hələ ki görmürük, ona iman gətirmək. İkinci deyirlər, yu'minuna bil qeyb, yəni həm də qeyb, yəni gizlindir də, həm aşkarda mömindir, yu'minunədir, həm gizlində mömindir. Bəzi adamlar aşkarda özünü mömin kimi aparar, amma tənhalıqda görsən, istədiyi günah elə heç kəs görmür də, zaten elə bilir, amma görən görür onu. Bu iki. Üçüncü, yu'minun bil qeyb deyirlər, qeybdən məsələn görüm qəlb, insanın qəlbi, yəni yu'minuna qəlbən də iman gətirib. Bəzi insanlar dillə iman gətirir, deyir ki, iman gətirmişəm. Amma əslində nədir o? Bəşəriyyətə qənim kəsilib, İslama düşməndir. Zahirən özünü müsəlman göstərir, amma müsəlman deyil. Yaxşı, bu məsələnin bir tərəfi. Bir dənə də əməldə nifaq var. Hədisdə var ki, bəzi insanlar görürsünüz ki, zahirdə özünü, məsələn, cəmaatın içində olanda bir mömin kimidir, amma tənhalıqda hələ o halətdə deyil, o ruhda deyil. O da bir növ, bir başqa cür nifaqın bir xüsusiyyətləri kimi xırda sadalayıblar. Amma burada bir dənə məqam var, mötərizası, bunu deyim ki, bəzi vaxtlar biz iman əhlinin yanında oturanda günah eləmək istəmirik. O, nəinki nifaqdan qaynaqlanır, onların ab-havası bizi tutur. Bu da məsələnin bir tərəfidir. Bir də çalışaq, bir dənə yanlış bir zehniyyət var. Bəzər deyim, olsa gizlində günah eləmək, aşkarda deyim. Yaxşı sözdür bu. Mən demişəm, deməmişəm. Allahın qırmızı xəttlərindən biri günahın cəmiyyətdə adiləşdirməkdir. Dayı eləmirsən, gizlini üçün aşkarda eləmə. Cəmaatını eləmə. Adiləşdirmə də günahı. Nə vacib deyə bu? Heç olmasa rahatlaşdırma bu günahı cəmiyyətdə. Bu qədər. Deyir, için necədirsə bayrın da elə olsun filan. Buna söykənirlər. Olsun, vallah, razıyıq. Amma bəzi halda... Bu demək deyir ki, yəni mən belə deyək, dələ gör, evdə günah eləmə, çöldə də qoy eləyim ki, mən bu nə verəcəklər sənə? Bunu mükafat, Allah çağıracaq qiyamət, sağ ol, əhsən sənə, bayırda maşallah günahları aşkar eləyirdin. Belə şey olar. Allah deyəcək, niyə eləyirdin də bunu da? Bu iş deyir ki, cəmiyyətdə bəzi günahlar var. Bilirsiniz, Allah təklikdə eləyən günahlar ki var, cəmiyyətə çox təsir göstərmir. O üstündən görsən müəyyən qədər keçir, əff edir və s. Amma o günahlar ki, insan eləyir, təsəvvür edin ki, ictimai fəsadlara yol açır. O, biraz Allahın qırmızı xəttidir. O, bəlası çoxdur, müğayət olsunlar.